çiynimdə olduğunu hiss etdim. Donub qaldım. Tərpənə bilmirdim. O əl isti deyildi, soyuq da deyildi. Sadəcə orada idi. Mənim adım Kamaldır, 24 yaşım var. Bakıda kiçik bir mənzildə tək yaşayıram. Valideynlərim Gəncədəndir. Mən isə burada işləyirəm. Dizayner olmaq istəyirdim, amma hələlik kiçik bir reklam şirkətində sadə işlər görürəm. Gecələr çox yorğun qayıdıram evə. Adətən yorğun yatağa uzanıb telefonuma baxıram. Sonra da gözüm yuxuya gedir. Amma bu gecə başqa cür oldu. Axşam evə qayıdanda heç nə qeyri-adi olmamışdı. Qapını açdım. Ayaqqabılarımı çıxartdım. Mətbəxə keçib özümə çay dəmlədim. Televizoru açdım. Biraz seriala baxdım. Saat 11-i keçirdi. Yatmağa qərar verdim. Paltarımı dəyişdim, üzümü yudum, yatağa uzandım. Telefondan bir neçə mesaja baxdım, sonra ekranı söndürüb kənara qoydum. Yuxu hiss etmirdim əslində, amma gözlərimi yumdum. Fikrimə müxtəlif şeylər gəlirdi. Sabah işdə nələr gözlədiyini düşünürdüm. Müdürümün mənə yenə bir iş yükləyəcəyini bilirdim. Qəzəbləndim, biraz sonra özümü sakitləşdirdim. Beləcə düşünə-düşünə yatmışam. Gecənin neçəsində oyandığımı bilmirəm. Sadəcə gözlərimi açdım və birbaşa divara baxdım. Otaq qaranlıq idi, amma pəncərədən küçə işığı düşürdü. Divarın kölgəsini gördüm. Heç nə qeyri-adi yox idi, amma sonra hiss etdim. Çiynimdə əl var idi. Dərhal tərpənmək istədim, amma bacarmadım. Bədənim buz kimi donmuşdu. Nəfəsimi tuta bilmirdim. Ürəyim elə döyünürdü ki, ürəyimin tutacağından qorxdum. Gözlərimi oynatmağa çalışdım. Ətrafa baxmaq istəyirdim, amma boynumu belə döndərə bilmirdim. Sanki bədənim mənə məxsus deyildi. O əl çiynimdə qalırdı. Hərəkət etmirdi. Sadəcə orada idi. 5 barmaq hiss olunurdu. Ağırlığını duyurdum. Amma kim idi bu? Necə girmişdi içəri? Qapını bağlamışdım axı. Həmişə bağlayıram. Beynimdə minlərlə sual fırlanırdı. Bağırmaq istədim. Amma ağzımdan səs çıxmırdı. Dil sanki donmuşdu. Boğazım quruyub getmişdi. Tərpənmək istəyirdim, amma əzələlərim heç cavab vermirdi. Gözlərim açıq idi. Divara baxdım. Heç bir şey dəyişmirdi. Sadəcə o əl çiynimdə qalmışdı. 5 saniyə keçdi. 10 saniyə. Yəqin ki, daha çox. Bilmirəm. Vaxt sanki dayanmışdı. Hər saniyə bir ilə bərabər idi. Ürəyim o qədər sürətlə döyünürdü ki, düşündüm partlayacaq. Tərim boynumdan aşağı bir damcı süzüldü. Amma hələ də tərpənə bilmirdim. Sonra o əl yavaşca çəkildi. Hiss etdim. Barmaqlar yavaş-yavaş qalxdı çiynimdən. Sanki kimsə məni buraxır, amma tələsmir. Əlimi oynatmağa çalışdım. Biraz hərəkət etdi. Sonra daha çox. Bədənim azad oldu. Nəfəs aldım. Dərin, ağrılı bir nəfəs. Dərhal çevrildim. Arxama baxdım. Heç kim yox idi. Otaq boş idi. Yatağın arxasında heç nə yox idi. Künclərdə heç nə. Qaranlıqda heç bir kölgə hərəkət etmirdi. Sadəcə mən idim. Tək. Əlim titrəyirdi. Uzandım, lambanı yandırdım. İşıq otağı doldurdu. Ətrafıma baxdım. Hər şey yerində idi. Paltarlarım stolun üstündə, masanın üstündə telefon, pəncərə bağlı, qapı bağlı, heç nə dəyişməmişdi. Amma o əl real idi, xəyal deyildi. Çünki hiss etmişdim, çiynimdə idi, kiminsə əli idi. Yataqdan qalxdım, ayaqlarım əsirdi, amma ayağa durdum. Otağın içərisində gəzdim, hər küncə baxdım, pərdəni açdım, pəncərəyə baxdım, heç nə. Qapıya getdim, qıfılı yoxladım, bağlı idi. Açıb koridora baxdım, qaranlıq və sakit idi, heç kim görünmürdü.
Qapını bağlayıb içəri qayıtdım. Mətbəxə keçdim. Lampaları yandırdım. Hər yerə baxdım. Vannanı yoxladım. Heç nə. Sadəcə mən idim. Tək. Oturdum divana. Əllərim titrəyirdi. Özümü sakitləşməyə çalışırdım. Yəqin yuxu görmüşəm dedim özümə. Bəlkə yarı yuxulu halda olmuşam. Bəlkə beyin aldadıb məni. Elə şeylər olur axı. Amma inandıra bilmədim özümü. O əl real idi. Hiss etmişdim. Dərimdə iz vardı sanki. Toxundum çiynimə, heç nə yox idi. Amma bilirdim, birisi toxunmuşdu mənə. Saat 3:25 idi. Biraz sakitləşdim, su içdim. Dərindən nəfəs aldım. Yenidən yatağa getdim. Amma yata bilməyəcəyimi bilirdim. Sadəcə uzanıb işığı yandırılmış saxladım. Tavana baxdım, fikir yürütməyə başladım. Bəlkə kimsə girmişdi, amma necə? Qapı bağlı idi, pəncərə də. Bura 6-cı mərtəbədir. Heç kim dırmaşa bilməz. Kilit də sınmayıb, deməli içəri heç kim girməyib. Onda nə idi bu? Halüsinasiya. Mən heç vaxt belə şey yaşamamışdım. Sağlamam, dərman içmirəm. Spirtli içki də içməmişdim o gün. Sadəcə normal bir gün keçirmişdim. Amma o əl. Təkrar hiss etməyə çalışdım. Necə idi? İsti, soyuq, nə hiss vermişdi? Xatırlamağa çalışdım. Amma gözümün qabağına yalnızca qaranlıq gəldi və o hiss. Çiynimdə bir şey var idi. Bu qədər. Yatmağa çalışdım. Gözlərimi yumdum. Amma dərhal açdım. Qorxdum. Yenə toxunacağından qorxdum. Daha yatmamaq qərarına gəldim. Telefonumu götürdüm. Baxdım. Bir neçə video izlədim. Diqqətimi yayındırmağa çalışdım. Amma fikrim hər dəfə o ana qayıdırdı. Saat 3:03. Niyə məhz o vaxt yadımda qalmışdı? Oynan kimi saata da baxmamışdım. Amma bilirdim ki 3:03 idi. Dəqiq bilirdim. Sanki kimsə beynimə yazmışdı o rəqəmləri. Səhər açıldı. İşığın gəldiyini gördüm pəncərədən. Biraz rahatlıq hiss etdim. Qalxdım. Üzümü yudum. Özümə çay hazırladım. Aynaya baxdım. Üzüm solğun idi. Gözlərimin altı qaralmışdı. Çiynim normal görünürdü. Heç bir iz yox idi. Heç bir qırmızılıq, heç bir əlamət. İşə getməli idim. Geyindim. Hazırlaşıb çıxdım evdən. Avtobusda oturub pəncərədən bayıra baxdım. Şəhər ayılmışdı. İnsanlar gəzirdi. Hər şey normal idi. Amma mən özümü qeyri-adi hiss edirdim. Sanki gecə baş verən o hadisə məni başqa bir aləmə aparmışdı. İşdə heç nə danışmırdım. Müdirim bir iş verdi, başladım. Kompüterin qarşısında oturub dizayn hazırladım. Amma konsentrasiya edə bilmirdim. Fikrim ora-bura gəzirdi. Hər dəfə o ana qayıdırdı, o əl çiynimdə. Nahar fasiləsində həmkarımla çay içdim. Aynur adlı bir qız idi, mehribandı. Soruşdu niyə belə yorğun göründüyümü. Dedim ki, pis yatmışam. O güldü, dedi, belə hallar məndə də olur. Mən də gülümsədim. Amma içimdə narahatlıq var idi. Ona danışmaq istəyirdim. Amma necə? Deyim ki, gecə kimsə mənə toxundu, amma heç kim yox idi, gülər mənə. Deyər psixoloqa get. Bəlkə də getməli idim, amma getmədim. Sadəcə işimi bitirdim. Axşam evə qayıtdım. Qapını açanda ürəyim döyünməyə, amma harasa gedəsi də deyildim. Ayaqqabılarımı çıxartdım. İçəri girdim. Hər yeri işıqlandırdım. Bütün otaqları yoxladım. Heç nə yox idi. Hər şey normal idi. Axşam yeməyimi yedim. Televizora baxdım. Amma fikrim getmirdi oradan. Saat 7-ni keçmişdi. Hava qaralmağa başlamışdı. Pəncərəyə baxdım. Küçədə maşınlar gedirdi. İnsanlar evlərinə qayıdırdı. Həyat davam edirdi. Amma mən burada tək, qorxu içində idim. Yatmaq istəmirdim, qorxurdum. Amma nə edə bilərdim?
bütün gecəni ayıq qala bilməzdim. Yuxu lazım idi. Yorğun idim. Gözlərim ağırlaşdı. Saat 10-u keçəndə qərar verdim ki, yatmalıyam. Amma bu dəfə tədbiri gördüm. Bütün işıqları söndürmədim. Koridorun lampasını yanıq saxladım. Qapımı açıq qoydum. Beləliklə otağa biraz işıq düşürdü. Özümü daha təhlükəsiz hiss etdim. Yatağa uzandım. Yenə telefonuma baxdım. Sosial şəbəkələri gəzdim. Biraz oxudum. Sonra ekranı söndürüb kənara qoydum. Dərindən nəfəs aldım. Gözlərimi yumdum. Yuxum gəlmədi. Sadəcə uzanıb gözlədim. Nəyi gözlədiyimi bilmirdim. Amma daxilimdə bir şey deyirdi ki, nəsə olacaq. Hiss edirdim. Bu gecə yenə olacaq. Saat 2 oldu. Saat 2-nin yarım keçdi. Hələ də yatmamışdım. Gözlərimi açıb bağlayırdım. Hər səsdə irkilirdim. Soyuducu işə düşəndə qorxdum. Küçədə avtomobil səsi gələndə əsəbləşirdim. Hər şey mənə təhlükəli görünürdü. Sonra saat 3 oldu. Ürəyim sürətləndi. Bilirdim ki, yaxınlaşır. 3 keçə bilməz. 3:03 olmalıdır. Elə deyilmi? Telefonu götürdüm. Ekrana baxdım. Saat 3:01 idi. 2 dəqiqə qalmışdı artıq. Telefondan yapışmışdım. Saniyələrə baxırdım. Onlar keçirdi. 60 saniyə. 03:02 oldu. Daha 1 dəqiqə. Ürəyim dayanırdı sanki. Nəfəs almağı unutdum. Saniyələr yenə keçdi. 5 saniyə qaldı. 4, 3, 2, 1. 3:03. Heç nə olmadı. Gözlədim. 5 saniyə, 10 saniyə. Heç nə. Sadəcə mən idim. Yataqda, tək. Telefonum əlimdə tutmuşdum. Baxırdım ekrana. 3:03. Sonra 3:04 oldu. Keçdi. Nəfəs aldım. Rahatladım. Gülümsədim. Belə. Demək ki, heç nə yox idi. Sadəcə təsadüf idi. Dünənki hadisə bir dəfəlik idi. Təkrarlanmadı. Telefonu kənara qoydum. Gözlərimi yumdum. İndi yata biləcəyimi düşündüm. Amma o zaman yenə o əl mənə toxundu. Yenə o əl, çiynimdə, eyni yerdə, eyni hiss. Amma bu dəfə daha ağır idi, daha real. Dərhal gözlərimi açdım. Çevrilmək istədim, amma bacarmadım. Yenə dondum. Bədənim idarə olunmurdu. Ağzımı açmaq istədim. Bağırmaq istədim. Amma səs çıxmadı. O əl hərəkət etdi. Yavaşca çiynimdən boynuma doğru sürüşdü. Barmaqları dərimdə gəzirdi. İyrənc bir hiss idi. Özümü murdar hiss edirdim. Amma tərpənə bilmirdim. Heç nə edə bilmirdim. Sonra əl geri çəkildi. Amma getmədi. Hələ də arxamda olduğunu hiss edirdim. Sanki kimsə əyilib üstümdən baxırdı. Ürək döyüntüm o qədər güclü idi ki, hiss edirdim səsini. Başımda dönürdü. Gözüm qaraldı. Bayılacağımı düşündüm. Amma bayılmadım. Sadəcə orada qaldım. Donmuş, qorxmuş bir halda. Sonra o da getdi. Əl çəkdi. Nəfəs hissi olunmadı. Heç nə qalmadı. Sadəcə mən tək. Bədənim azad oldu. Dərhal yerimdən sıçradım. Çevrildim. Heç kim yox idi. Otağı işıqlandırdım. Hər küncə baxdım. Pərdəni çəkdim. Yatağın altına baxdım. Dolapları açdım. Heç nə, heç kim. Amma bu dəfə tək qalmaq istəmirdim. Telefonu götürdüm. Azıda zəng etdim. 3 dəfə. 3 dəfə çaldırdım. Cavab vermədi. Normal idi. Gecə yarı idi axı. Sonra atama zəng etmək istədim. Amma etmədim. Nə deyəcəkdim? Ata, gecə kimsə mənə toxunur, qorxudur məni. Oturdum divana. Əllərim titrəyirdi. Ağlamaq gəldi. Amma ağlamadım. Sadəcə oturdum və düşündüm. Bu nə idi? Niyə baş verdi? Niyə məhz mənə? Niyə məhz saat 3:03-də? O rəqəmlər, niyə? Telefondan axtarmağa başladım. 3:03 yazdım. Çoxlu yazı çıxdı.
Devirlik saatı, ruhların saatı, ölülərin vaxtı, hər cür mistik şeylər. Amma mən bunlara inanmırdım. İnanmaq da istəmirdim. Mən normal bir insanam. Ruhlar, cinlər, bu cür şeylər mənim dünyamda yox idi. Amma indi var idi. Sabah gözləyə bilmədim. Səhər açılanda geyindim. Çıxdım evdən, işə getmədim. Müdirə mesaj yazdım ki, xəstəyəm. Kitabxanaya getdim. Kompüterin qarşısına oturdum. Axtarışa başladım. Saat 3:03. Niyə bu vaxt? Nə xüsusiyyəti var? Oxudum. Bir çox şey yazılmışdı. Bəzilərində deyilirdi ki, bu vaxt şeytanların saatıdır. Bəzilərində ruhların ən aktiv olduğu vaxtdır. Bəzilərində isə sadəcə insanın ən zəif olduğu andır. Beyin yarı yuxulu olur və halüsinasiyalar baş verir. Amma heç biri mənə kömək etmədi. Nə etməli idim? Kimə gedim? Mollaya mı? Psixoloqa mı? Hər ikisi də gülünc görünürdü. Axşam evə qayıdanda qərar verdim ki, bu gecə yatmayacağam. Sadəcə ayıq qalacağam. Saat 3:03 keçəcək, heç nə olmayacaq. Beləliklə özümü sübut edəcəyəm ki, bu sadəcə yuxudur. Yuxu halında olur. Qəhvə dəmlədim. Çox qəhvə. Televizoru açdım. Səsi qaldırdım. Film izlədim. Sonra başqa bir film. Gözlərimi açıq saxlamağa çalışdım. Saat 1-ə çatanda biraz yorğun oldum. Amma davam edirdim. Qəhvə içdim. Ayağa qalxıb otaqda gəzdim. Özümü oyaq saxlamağa çalışdım. Saat 2-yə çatanda gözlərim ağırlaşdı. Başım dönürdü, amma əl çəkmədim. Ayaq üstə dayandım. Hərəkət etdim. Divardan yapışdım. Saat 3-ə biraz qalmışdı. Divana oturdum. Telefonu əlimə aldım. Gözlədim. Saniyələr keçirdi. 1 dəqiqə qaldı. Yarım dəqiqə. 10 saniyə. 3:03. Gözlərim açıq idi. Ayıq idim. Heç yuxu hiss etmirdim. Sadəcə diqqətlə gözləyirdim. Heç nə olmadı. 5 saniyə, 10 saniyə, 20 saniyə, heç nə. Gülümsədim. Demək ki, doğrudan da yuxu idi. Amma o zaman işıq söndü. Bütün işıqlar bir anda söndü. Qaranlıq oldu. Tam qaranlıq. Heç bir şey görünmürdü. Küçə işığı da yox idi. Sanki hər şey batmışdı qaranlığa. Ürəyim dayandı. Telefonu əlimdən tutdum. Amma ekran da qaralmışdı. Zibil, enerji qurtarmışdı. Unutmuşdum şarj etməyi. Qaranlıqda oturdum. Tərpənə bilmirdim qorxudan. Gözləyirdim. Bilirdim ki, nəsə olacaq. Və oldu. Əl bu dəfə də kürəyimdə. 2 əl. Hər iki çiynimdə. Möhkəm, güclü. Məni yerimdə saxlayırdı. Bağırmaq istədim. Amma səsim çıxmadı. Heç bir səs. Sanki boğazımı sıxmışdılar. Nəfəs ala bilmirdim. Ağciyərlər yanırdı. Sonra başqa bir şey hiss etdim. Qulağımın yanında nəfəs. Amma bu dəfə fərqli idi. Dərin. Ağır. Sanki kimsə əyilib mənim qulağıma nəfəs alırdı. Və sonra səs gəldi. Bir pıçıltı. Çox zəif idi. Amma eşitdim. Mənə bax. Soyuq tər töküldü boynumdan. Ürəyim partlayacaqdı. Mənə bax demişdi. Amma mən baxa bilmirdim. Başını döndərə bilmirdim. Bədənim donmuşdu yenə. Mənə bax. Təkrarladı. Bu dəfə daha aydın, daha yaxın. Mən boynumu döndərməyə çalışdım və döndərə bildim. Yavaş-yavaş başımı çevirdim. Qaranlıqda heç nə görmürdüm. Amma bilirdim ki, kimsə orada idi. Arxamda. Üzüm ona doğru çevrildi və gördüm. Amma kaş görməyəydim. O üzü solğun bir qadın idi. Saçları uzun, dağınıq, gözləri yox idi. Boş, qara və dərin oyuqlar. Sanki heç bir şey yox idi içərisində. Amma hiss edirdim ki, mənə baxır. Ağzı açıldı, yavaşca. Dişləri görünmürdü. Sadəcə qaranlıq və yenə o səs. Niyə evimi aldın?
Mən cavab verə bilmədim. Dilim tutulmuşdu. Beynim işləmirdi. Sadəcə ona baxırdım. Qorxudan donmuşdum. O yenə danışdı. Burası mənim evimdir. Sən almısan. Niyə? Ağlamaq istədim. Yalvarmaq istədim. Amma heç nə deyə bilmədim. Sonra o yaxınlaşdı. Üzümü mənim üzümə çox yaxın oldu. Nəfəsini hiss etdim. Çürük iyi gəldi. Ölü iyi. Hər gecə gələcəyəm. Saat 3:03-də. Sən buranı tərk edənə qədər. Bu sözləri mənə dedi. Sonra işıq geri gəldi. Bir anda televizor yandı, lampa işıqlandı, hər şey normal oldu. Amma o getmişdi. Heç nə yox idi. Sadəcə mən idim. Tək divanda titrəyirdim, ağlayırdım. Nəfəs ala bilmirdim. Yerimdən qalxdım. Ayaqlarım titrəyirdi, amma qaçdım. Qapını açdım, çıxdım koridora. Qonşunun qapısını döydüm. Heç cavab vermədilər. Qaçdım pilləkənlərə, aşağı endim, çölə çıxdım. Küçədə dayandım. Gecə yarı idi, heç kim yox idi. Amma mən geri dönmədim. Getdim. Bilmirəm hara, sadəcə getdim. Səhərə qədər parklarda qaldım. Oturmuşdum skamyada. İnsanlar keçirdi. Mənə baxırdılar, amma heç kim soruşmadı. Atama zəng etdim. Dedim gəlirəm Gəncəyə. O soruşdu, nə olub? Dedim, heç nə. Sadəcə darıxmışam. Həmin günü qayıtdım Gəncəyə. Evə girmədim. Açarları qonşuya verdim. Dedim, satın. Nə qədər versələr alsınlar. Mənə lazım deyil. İndi buradayım. Valideynlərimləyəm. Hələ də yatmıram, qorxuram. Hər gecə saat 3-ə yaxın oyanıram. Gözləyirəm, amma toxunmur. Heç nə olmur. Amma bilmirəm ki, o hələ də oradadır. O evdə gözləyir. Növbəti sakini gözləyir. Və bilirəm ki, kimsə o evi alsa, həmin adam da mənim yaşadığımı yaşayacaq. Saat 3:03-də.